Şübhəsiz ki, Uca Allahın bir möminə bəxş etdiyi ən böyük nemətlərdən biri onun özünü fitnələrdən qorumasıdır. Bunu bacaran kəs özünü böyük bir bəladan, başqa müsəlmanlara zülm və haqsızlıq etmək bəlasından qorumuş olur. Əbu Davudun Sünən əsərində Miqdad ibn el-Əsvəd radiyallahu anhudan rəvayət olunan səhih bir hədisdə Allah Rəsulu sallallahu aleyhi və səlləm 3 dəfə təkrar edərək buyurur ki, İnnəs-sə'idə ləmən cunnibəl fitən və ləmən ibtuliyə fəsabar. Həqiqətən də xoşbəxt o kəsdir ki, fitnələrdən uzaq durar və belə bir bəlaya düçar olduqda səbr edər. Fikir verin, fitnələrə baş qoşmamağı hər adam bacarmır. Halbuki bunu edən adamı Peyğəmbər sallallahu aleyhi və səlləm xoşbəxt insan adlandırır. Özü də 3 dəfə bunu təkrarlamaqla məsələnin nə qədər önəm daşıdığını bildirir. Sonra da buyurur ki, kim bir fitnə ilə imtihan olunarsa və buna səbr edərsə, o da xoşbəxtdir. Bugün necə də çox ehtiyacımız var Rasulullah sallallahu aleyhi və səlləmin bu tövsiyəsinə əməl etməyə. Uca Allahdan dilirik ki, bizləri fitnədən və fitnə əhlindən qorusun. Əmin.